Həyatda hər halda çətinlik var, problem var, o başqa məsələdir. Amma düyünlər var həyatda, onlar Allahdan uzaqlığın nəticəsidir. Dalanlar var, insanın həyatı dalana dirənir, bunlar Allahdan uzaqlığın nəticəsidir. Allaha yaxın adamın həyatında problem olar, amma o problemlər onu Allaha yaxınlaşdırar. Problemlər düyünə çevrilməz, yolun səddinə çevrilməz, dalana çevrilməz. İnsanın həyatı ona görə dalana dirənir ki, Allahdan uzaq düşür. İnsan Allaha yaxın olmaq üçün yaranıb. İnsan Allaha ən yaxın nöqtəyə gedib çata bilər. Bilirsiniz? İnsanın başqalarından fərqi nədir? İnsanların başqalarından fərqi əsasən budur ki, insan elə bir nöqtəyə gedib çatar ki, Allaha elə yaxın nöqtəyə gedər ki, heç bir mövcud o nöqtəyə gedib çata bilməz. Bax, bu insanın üstünlüyüdür. İnsan Allaha yaxınlıq baxımından hamıdan qabağa keçə bilər, bütün varlıqlardan. Allaha yaxın ola bilsəydi, görərdi ki, Allaha yaxın olanların həyatı 180 dərəcə fərqlənir digərlərindən. Həyatı tamamilə fərqlidir. Gərək insan qorxsun Allahdan uzaq olmaqdan. Allahdan uzaq olmaq böyük bəladır insan üçün. Allahdan uzaq olmaq tənhalıqdır, əzabdır, əzabın özüdür. Allahdan uzaq olmaq istirabdır, sıxıntıdır, acılıqdır. Bunlar hamısı Allahdan uzaq olmaqdır. Cəhənnəm bilirsiniz niyə görə pisdir? Bu qədər cəhənnəmə deyirlər, cəhənnəm nə pis yerdir. Cəhənnəm ona görə pis yerdir ki, ora Allahdan uzaq yerdir. Ona görə pisdir. Cəhənnəmin bütün o vəhşəti, qorxusu, çirkabı nə üçündür? Çünki Allahdan uzaq yerdir. Əli əleyhissalam deyir, həbni səbərtu alə əzabik, fə keyfə əsbiru alə firaqik. Sənin əzabıva tutaq ki, dözdüm, bəs sənin ayrılığına necə səbr eləyim? Səndən ayrı düşməyimə necə dözüm? Allahdan uzaq düşən insan dayaqsız, dayaq nöqtəsini itirmiş insandır. Arxasız insandır. Bütün bu çətinliklər seli qarşısında aciz durumda qalan insandır, zəif insandır. Allah insanı yaradıb ki, hər gün ona daha yaxın olsun insan və bilsin ki, insanlıq nə deməkdir bu vasitə ilə. Bir dəqiqə dayanmasın bu hərəkətdən. Saniyələr keçdikcə daha da yaxınlaşsın Allaha. Bax, bu yaşam fəlsəfəsidir. Bu varlıq fəlsəfəsidir. Velosipedi görmüsünüz, hərəkət eləyəndə dayanır. Dayanan kimi qalmır, yıxılır, düşür. İnsan da belədir. İnsan dayandı mı yıxılır. O hərəkət gərək bir an dayanmasın, bir an saxlamasın. İnsan dəqiqələr keçdikcə Allaha doğru qədəm götürüb getsin. Bax, belədirsə yaşayır, belə deyilsə yaşamır. Nəfəs almaq yaşamaq əlaməti deyil. Başqaları da nəfəs alır. Əgər gün keçdikcə, gün yox, dəqiqə keçdikcə daha çox yaxınlaşırsansa Allaha, deməli yaşayırsan, mövcudsan. İnsan mövcudluğunun fəlsəfəsi bundan ibarətdir. İnsan Allaha yaxınlıq məqamına gedib çatsa hiss eləyər ki, o başqa fəzadır. Başqa qanunları var o fəzanın. İnsan başa düşər ki, o fəza maddi çərçivələrdən xaric olma fəzasıdır. Ora getmək üçün bu fəzadan çıxırsan, bu maddə qəlbini yarıb keçirsən başqa bir fəzaya. Mələkut aləminə daxil olursan. Cisim qalır, ruh başqa yerdədir. Cisim buradadır, insanlarla danışır, gülür, heç qəribə də görsənmir, amma ruh başqa yerdədir. Hədislərdə var, Allah deyir, bəzi möminlərin canını alanda deyəcək, Allah özü Allahdan nida gələcək ki, onun cismi cəmaatın içindəydi, ruhu mənim yanımdaydı. Bax, qurbətən ilə Allahın fəlsəfəsi budur. Ruhu mənim yanımdaydı. İnsan o aləmə daxil olanda bu aləmin qaydalarından fərqli bir aləmə daxil olur. Başqa qaydalarla yaşayır. Başqa qaydalar da ora hakim qaydalar.